motivasiya verirlər. Sən başla, məsələn, sən bacararsan, get dil öyrən, düşürük birdən-birə günün 5 saatın ingilis dilini öyrənmək, ya hər hansısa bir müəyyən bir sahəni bir gün, 2 gün, 3 gün bu işi görəcəyik. Ondan sonra da bir dəfəlik qoyacaq kənara. Çünki beyin çəkmir. Biz elə tənzimlənməmişik əzizim. Bizim proqramımız o cür qabağa getmir. Amma sən gündə o 5 saat əvəzinə elə 20 dəqiqə o dil üçün, dil öyrənmək üçün vaxt qoysaydın, amma hər gün bu işi etsəydin, sən mütləq 3 ay sonra, 5 ay sonra onun nəticəsini görərdin. Mühüm olan disiplindir. Bax, bunu unutmayın. Bugün bu cümləni sizə deyirəm. Mühüm olan motivasiya deyil. Bəli, bizim o motivasiya, stimula, həvəsləndirici sözlərə də ehtiyacımız var. Mən demirəm yoxdur. Amma onun davamı az olur. Mən sənə deyirəm disiplin. Mən sənə deyirəm nəzm, intizam, inzibat. Əgər eləyə bilsin həyatında o gündəlik nəzmi, amma davamlılığı qorusun, o əmin ol ki, effektiv olacaq. Nəticəsini görəcəksən.